Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Siz seçiminizi edəcəksiniz. 3 variantdan birini seçib baxacaqsınız açılıma. Adım Kristinadır. Ailədən gəlmə Yahudi baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, proqnozlar, baxımlar paylaşıram. Əgər sizə maraqlıdırsa abunə ola bilərsiniz. Bürclər üzərindən proqnozları Telegram kanalım üzərindən edirəm. İstəsəniz orada abunə olursunuz. Şəxsi baxımlar üçün yalnız Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Deməli, seçiminizi edirsiniz. Birinci, ikinci, üçüncü variant. Mənə şərh bölməsində yazmışdılar ki, üstünə bir şey qoyun, seçə bilmirik. Siz intuitiv seçməlisiniz, ağlınızla deyil. İlk ağlınıza gələn hansı tərəfə sizi çəkirsə, hansı karta sizi çəkirsə, onu seçin. Yəni, ağlınızla seçim etməyin. Bu çox vacibdir. Yəni, intuitiv seçim çox vacibdir. Seçiminizi etdinizsə, başlayıram. Seçiminizi etmədinizsə dayandırıb seçiminizi edirsiniz. Ondan sonra da davam edirsiniz baxmağa. Birinci variantdan başlamaq istəyirəm. Nə gözləyir sizi həftə boyu? Deməli, birinci variantı seçən insanlarda belə edim ki, görsənsin. Deməli, birinci variantı seçən insanlarda burada həftə boyu gözəl emosiyaların olacağı bir həftə sizi gözləyir. Yəni, burada həm sevgi dolu olacaqsınız, həm də ki, insanlar sizə qarşı sevgi dolu olacaq. Yəni, burada emosional olaraq çox sizi təmin edici həftə gözləyir. Burada deməli, şəxsi həyatınızda təksinizsə, rastınıza çıxan insan çox duyğusal olaraq sizə uyğun ola bilər. Bu insan özü də duyğusal ola bilər. Həmçində çox deməli, insanlara qarşı, heyvanlara qarşı duyğusal, yaxşı, mərhəmətli davranan bir insan ola bilər. Təksinizsə, bu insan sizin bütün duyğusal hansısa problemlərinizi, bloklarınızı bu insan həll edə bilər. Həmçində bu, sizin ailənizdən olan bir insanın sizə yəni şəxsi həyatınızı düzəltməkdə töhfə göstərməsi də ola bilər. Yəni, ailənizdən bir insan tanışdırır sizi şəxsi həyatınıza uyğun olacaq insanla. Yəni, sizə uyğun olacaq insanla. Həmçində təksinizsə, deməli, burada xüsusən də bəysinizsə, siz özünüz, yəni özünüzdən çox şeylər asılı olacaq şəxsi həyatınızda. Həmçində burada sizin daha çox duyğusal olmağınızı tövsiyə edir kartlar ki, şəxsi həyatınızda olan hansısa problemləri, bariyerləri həll edəsiniz və gözəl gəlişmələr olsun deyə. Yəni, bu vacib olacaq. Həmçinin də, deməli, siz ilişkidəsinizsə, ilişki çox gözəl keçə bilər. Yəni, sizin partnyorunuzla hər hansı bir problem vardısa, o həll olunacaq. Problem yoxudursa belə, yəni biraz hansısa deyək ki də, necə deyərlər, rutin şeyidirsə, baş verirdisə, rutin keçirdisə, burada daha çox bu həftə duyğusal olacaq, daha gözəl gəlişmələr olacaq şəxsi həyatda, yəni partnyorunuzla ilişki qurduğunuz insanla yaxşı, deyək ki, ilişki, yaxşı hadisələr baş verə bilər ilişkinizdə, şəxsi həyatınızda. Həmçində qeyd etmək istəyirəm ki, deməli, burada əgər ilişkidə başqa insanlar qatışırsa ilişkiyə, həftə boyu qərar verməniz də vacib olacaq. Yəni, siz bu insanla istəyirsiniz ya da başqası ilə istəyirsiniz. Yəni, artıq qərar verməyiniz vacib olacaq və burada sizə kartlar tövsiyə edir ki, deməli, sizin üçün optimal olan, duyğusal olanıdır. Yəni, sizə daha mərhəmətli, duyğusal davranan insanı seçməyiniz tövsiyə olunur. Yəni, seçməlisiniz. Yəni, burada vacib bu olacaq. Bir neçə variant ilişkilər üçün deyirəm ki, yəni bu ümumi baxımdır, daha çox anlaşılsın. Həmçinin qeyd etmək istəyirəm ki, burada ani gəlişmələr ola bilər şəxsi həyatınızda.
ilişki qurduğunuz insan su ünsüründəndirsə, deməli balıq, xərçəng, əqrəbdirsə, bu da çox yəni həftə boyu aktual olacaq sizin üçün. Həmçinin bu insanın deməli sizin ilişkinizə, sizin şəxsi həyatınıza təsiri olacaq. Yəni bu deyək ki, hətta bəzi insanlarda atası belə olan bir insandır. Əgər su ünsüründəndirsə, ata xeylağı, yəni atadan gələn hansısa təsir ola bilər ya da ailədən olan bir insanın təsiri ola bilər. Yəni şərt deyil ki, ilişki qurduğunuz hətta insan olsun. Yəni belə bir insanın təsiri olacaq sizin şəxsi həyatınıza. Yəni ani gəlişmələr hətta olacaq bu insanla bağlı. Həmçinin də qeyd etmək istəyirəm ki, oxuyursunuzsa ya da işləyirsinizsə, burada hansısa belə ani hansısa gəlişmələr olmayacaq. Yəni rutin stabil keçəcək. Burada yalnızca bəzi şeylərin bitməsi ola bilər. Nə baxımdan artıq çoxdandandır, yəni uzanan şeyin artıq sonlanması, yekunlaşması ola bilər. Yəni burada vacib bu olacaq. Həmçinin də deməli burada sizin biraz deməli bu rutin işlərdən, rutin deyək ki, oxuyursunuzsa, işləyirsinizsə, belə rutin işlərdən sizin biraz sağlamlığınız korlana bilər. Yəni ani deyək ki, xəstələnə bilərsiniz, ani belə biraz özünüzü necə deyirlər, yorğun hiss edə bilərsiniz. Yəni bu sizin biraz fiziki durumunuza təsir göstərə bilər. Yəni belə bir şeydir ki, artıq yorğun hiss eləyirik, istəyirik yataq, uzanaq, iş görməyək, oxumayaq, eləməyək, artıq bezmişik. Yəni biraz belə bir hissiyat ola bilər. Bu təhsil ya da işlə bağlı olan sferanıza daha çox aiddir. Həftə boyu aktual olan şeylər seçim olacaq, həmçinin qərar vermə olacaq və həmçinin də bəzi şeylərin artıq görməyinizi istəyir kartlar. Yəni burada sizin, yəni bəzi insanlar ki, bu variantı tutub, onlarda belə bir şey ola bilər ki, onlar nəyisə görmür, nəyisə deyək ki, hətta görürsə, göz yummağı tərcih eləyir. Yəni ona görə də bu yəni həftə boyu aktual olan mövzulardan biri olacaq. Deməli, bu belə keçid etmək istəyirəm ikinci varianta. Deməli, ikinci variantı seçən insanlarda deməli, həftə boyu sizin burada şəxsi həyatınızda gözəl gəlişmələr ola bilər. Evli deyilsinizsə, evliliklə bağlı hansısa yaxşı, gözəl gəlişmələr, addımlar baş verə bilər. Hətta deyək ki, misal üçün təksinizsə, ümumiyyətcə təksinizsə, burada sizin evlilik ya da həyat qurmağınız üçün, birlikdə olmağınız üçün yaxşı variantlar çıxa bilər. Amma bu sizin özünüzdən asılı olacaq təbii ki, qəbul edib etməməyiniz. Həmçinin də evlisinizsə, deməli burada evinizdə həmçinin həyat yoldaşınızla yaxşı, gözəl, duyğusal anların yaşanacağı bir həftə sizi gözləyir. Ümumiyyətcə burada şəxsi həyatdan çoxlu duyğusallığın, çoxlu belə emosional, gözəl şeylərin baş verəcəyi də göstərilir. Amma yalnızca bir dənə tövsiyəm olacaq ki, əgər misal üçün siz təksinizsə, amma evcimən insansınızsa, burada sizin evinizdən çıxmağınız tövsiyə olunur. Ya da ki, evinizdən çıxmırsınızsa belə, heç olmasa çalışın, deməli, sosial şəbəkələrdən tanışlıq qurun. Qurursunuzsa, yəni şəxsi həyatınızda belə insanlar çıxa bilər, yəni sosial şəbəkələrdən. Yəni bunu qeyd etmək istədim, çünki fərqli insanlar baxır, onu da bilməlidirlər. Deməli, sizin maddi durumunuzda sizin maddi durumunuzu yaxşılaşdırmağınız üçün vacib olan şeylərdən biri odur ki, çoxdandan imtina etdiyiniz, çoxdandan istəmədiyiniz şeyləri etmək. Yəni deyək ki, misal üçün sizə hansısa qazanc mənbəyi çıxır, amma siz onu istifadə etmək istəmirsiniz. Hansısa sizin öz deyək ki,
şablon olur da ağlımızda ki, belə etməməliyəm, belə işi eləməməliyəm ya da hansısa deyək ki, sosial şəbəkələrdən qazana bilərsiniz, amma etmək istəmirsiniz onu. Cəmaət nə deyər, cəmaət nə düşünər? Yəni bu bir misaldır. Bu fərqli variantlarda da ola bilər. Yəni fərqli situasiyalarda baş verə bilər, amma bünövrəsi eynidir. Biz hansısa pattern dedikləri, yəni ağlımızda qurulan sistemi pozmaq istəmirik. Yəni kimsə bizə yeridir sistemi, yəni bizim çevrəmiz, dostlarımız, ailəmiz. Biz yəni sistemdən çıxmaq istəmirik. Bu da sizin maddiyatınıza çox böyük təsir göstərəcək. Yəni burada vacib odur ki, siz rutin, sistemli şeylərdən çıxasınız ki, qazancınızı artırasınız. Yəni burada bu vacib olacaq. Həmçində bəzi insanlarda belə bir şey olacaq ki, onlar deməli xərcləmələrini azaltmalıdırlar. Bəzi insanlarda da ümumiyyətcə onlar xərcləmə etmək istəməyəcəklər də, yəni belə bir, yəni neynirəm bunu edib, neynirəm bunu alıb, neynirəm buna xərcləyib. Yəni belə bir şey də ola bilər bəzi insanlarda. Deməli, işinizdə, təhsilinizdə burada biraz emosional sizi narahat edici şeylər ola bilər. Yəni oxuyursunuzsa ya da işləyirsinizsə, burada sizin keyfinizi pozacaq, duyğusallığınızı pozacaq şeylər ola bilər. Yəni burada sizə insanlar biraz incidici davrana bilər, özünüzü biraz necə deyərlər, emosional çöküşdə hiss edə bilərsiniz. Bu işlə və təhsillə daha çox aiddir. Ya misal üçün iş tapa bilmirsinizsə, bununla bağlı bir beziklik ola bilər. Yəni artıq qına gəlir də, yəni ürəyim bulanır. Nə qədər olar eyni şey baş verir. Yəni burada belə ola bilər. Yəni bu təkcə iş axtaranlar üçün deyil, işdə işləyənlər üçün də ola bilər ki, eyni şey baş verir və sizi bu yorur artıq istəmirsiniz. Nə qədər olar? Yəni bu biraz daha çox emosional çöküşdür, nəinki fiziki olaraq. Burada həmçinin başqa insanların həyatınıza qatışması olacaq həftə boyu. Deməli, bu təkcə işə ya da təhsilə aid deyil. Bu ümumiyyətcə bu variantı tutan insanlar üçün aiddir. Yəni sizi emosional çöküşə sürükləyən şeylərdən biri başqa insanların həyatınıza qatışmağıdır, həyatınıza təsiridir. Həmçinin də qaçının bəzi insanlara çox güvənməkdə. Çünki o insanlar sizə ya artıq belinizə, yəni xəncəl saplayıb ya da ki, belə şey edə bilərlər. Ona görə diqqətli olun. Çünki burada sizi hər hansı bir xəyanət gözləyə bilər. Bu nəinki şəxsi həyatda ola bilər. Bu deyək ki, misal üçün bir insanla dostluq edirsiniz, o insan elə hərəkət edir ki, bu sizi xəyanət, yəni xəyanətə bərabərdir və siz bunu bağışlaya bilmirsiniz. Və sözsüz ki, bu insanın xəyanəti sizə, yəni həyatınıza təsiri olacaq, təsiri də çox negativ ola bilər. Və həmçində qeyd etmək istəyirəm ki, misal üçün bir insanı, yəni həyatımızda misal üçün nəsə baş verir, negativ şeylər, amma o negativ şeyi siz başa düşmürsünüz ya da görmürsünüz ki, başqa insanların ya da tək bir insanın, hansından ki siz şübhələnmirsiniz, o insanın xəyanəti ilə o insanın sizə pislik etməyə çalışmağı ilə əlaqədardır. Yəni onu da görmək vacib olacaq həftə boyu. Keçid etmək istəyirəm 3-cü varianta. Bunu belə eləyək. Deməli, həftə boyu sizi burada çox gözəl bir şeydir. 3 variantın üçündə də şəxsi həyatda çox gözəl hadisələrdir. Yəni bu sevindirici bir haldır, sevindirici bir faktdır. Deməli, şəxsi həyatda sizi gözəl perspektivlər, gözəl hadisələr gözləyir. Burada həm evlilik təklifi ola bilər, evlilik hazırlığı ola bilər, həmçində elə bir insanla tanışıqlıq ola bilər ki, hansı ki, siz şübhələnmirdinizsə belə, yəni o insanı belə ciddi insan kimi görmürdünüzsə belə, bu insan çox ciddi sizə yanaşa bilər və sizinlə ailə, ilişki qurmaq istəyində ola bilər. Həmçində bu rəsmi, deməli, ilişkini rəsmiləşdirmə, yəni daha çox, yəni
ailə dedikdə ailə qurmaq, bəzi insanlarda olur ki, ailə qururlar, sadəcə yaşayırlar, yəni deyək ki, kəbin olur, amma rəsmi olmur. Amma burada deməli bu rəsmi nikahdan söhbət gedir. Yəni burada rəsmi çox yaxşı sizin qabağınıza variantlar çıxa bilər. Həmçinin də yəni rəsmiləşdirmək üçün, yəni rəsmi gözəl ilişki qurmaq üçün yaxşı variantlar çıxa bilər. Həmçinin də burada deməli siz misal üçün boşanma ərəfəsindəsinizsə, deyək ki, şəxsi həyatınızda problemlər yaşayırdınızsa, o problemlər ya həll oluna bilər, ya da ki, çünki fərqli insanlar baxır, belə bir şey ola bilər ki, o insanla boşanmağınız sizin xeyrinizə olacaq. Yəni boşanma prosesi sizin lehinizə olacaq və sizi daha da çox inkişaf elətdirəcək. Yəni deyək ki, boşanma zamanı sizin istədiyiniz şeyi ala bilərsiniz, ya da istədiyiniz şeydən almaqdan savayı yaxşı da insanla tanışırsınız sonrasında. Yəni o partnyor ki sizin ayağınızdan dartırdı, artıq ondan qurtulursunuz, təzə bir yaxşı insanla rastlaşırsınız. Yəni bu bəzi boşanan cütlüklərə, boşanan insanlara aiddir. Kim ki bu variantı tutub. Çünki burada baş verən hər hansı bir, hətta sizə negativ gələn bu həftə hadisə sizin əksinə çox gözəl şeylərə gətirib çıxardacaq. Yəni bəzi insanlarda olacaq ki, elə çox gözəl hadisələrlə dolu olacaq. Bəzi insanlarda isə belə olacaq ki, hətta negativ baş verən şey gözəl, pozitiv şeyə dönüşür. Yəni sizin ilişkinizdə, sizin duyğusallığınıza töhfə verir. Həmçində qeyd etmək istəyirəm ki, kim ki şəxsi həyatla maraqlanmır, yəni onlara yəni bu çox belə az bir faiz insanlarda olacaq. Kim ki işlə maraqlanmır, yəni onlarda daha çox işlə deyil də, üzr istəyirəm, kim ki şəxsi həyatla maraqlanmır, onlarda işlə ya da rəsmi qurumlarla gözəl şeylər baş verə bilər. Yəni hansısa müraciətləri, hansısa istəkləri qarşılana bilər. Bu konkret rəsmi müraciət ya da rəsmi qurumlarla, dövlət qurumları ilə olan şeylərə aiddir. Yəni bəzi insanlarda belə olacaq ki, onlar üçün şəxsi həyat ikinci plana enəcək. Onlar üçün onların deyək ki, müraciətləri rəsmi qurumlara, hansısa işləri rəsmi qurumlarla əlaqədar onlara gözəl sevinç duyğusu verəcək və bu ilişki artıq boş olacaq onlar üçün. Yəni deyəcək, neyinirəm, məndə burada belə yaxşı hadisə baş verir, yəni müraciətimlə bağlı ya da istəyimlə bağlı dövlət qurumunda, dövlət qapısında. Burada keçmişdən gələn çoxlu məsələlər də ola bilər. Yəni keçmişdən olan fikirlər, duyğular, insanlar, hətta deyək ki, dejavu dediyimiz şeylər də ola bilər. Deyək ki, bir yerə giririk, bu yer bizə çox tanış gəlir, çox belə olduğumuz kimi gəlir. Yəni halbuki heç yəni olmaya da bilərsiniz o yerdə, amma girirsiniz, görürsünüz ki, sizə çox tanış gəlir. Yəni belə balaca şeydən başlayıb da böyük belə şeylərə cin çata bilər ki, sizin qabağınıza keçmişdən insanlar çıxa bilər, keçmişdən olan hadisələr təzədən gündəmdə ola bilər. Yəni belə şeylər aktual olacaq. Həmçinin də hansısa sizin davranışlarınız təkrarlana bilər. Yəni deyək ki, keçən həftə deyək ki, yıxıldınızsa, bu həftə də yıxıla bilərsiniz. Yəni bu bir negativ bir misaldır, amma negativ dedikdə, yəni bəziləri üçün səslənir belə, amma bu bir misaldır, yəni şərt deyil ki, belə olsun, yəni sizdə pozitiv də ola bilər ki, mənim demək istədiyim bünövrəsi eynidir, yəni hansısa olduğu ya da alındığı hərəkət, yəni deyək ki, siz kiməsə misal üçün nəsə uzadıb verirsiniz, eyni şeyi bu dəfə həmin insana uzadıb verə bilərsiniz, deyək ki, borc verə bilərsiniz, köməklik göstərə bilərsiniz. Yəni eyni hərəkəti, eyni paterni bu həftədə təkrarlaya bilərsiniz. Yəni belə olacaq. Həmçində qeyd etmək istəyirəm ki, burada biraz sizin maddiyyatınızda problemlər yaşana bilər. O da ki, maddiyyatla bağlı xəbərlər negativ ola bilər və maddiyyatla bağlı hər hansı bir danışıqlıqlar ola bilər, hansı ki, sizin keyfinizi pozur. Deyək ki, kiməsə dərd yanırsınız, deyirsiniz ki, maddiyyatımda biraz axsamalar var, problemlər var, biraz tupik dedikləri, yəni biraz özümüzü çıxılmaz bir vəziyyətdə kimi hiss edə bilərik. Yəni belə şeylər də mümkündür. Sizin deməli həftə boyu
od ünsüründən olan insanlara diqqət yetirməyiniz tövsiyə olunur. Od ünsüründən şir ox atan qoç ola bilər. Yəni belə bürclərə diqqət yetirirsiniz. Bu insanların sizə həyatınıza bu həftə təsiri ola bilər. Bu həm pozitiv ola bilər, həm negativ ola bilər. Çünki fərqli insanlar baxır. Amma yəni əsas mövzu bu insanlarla bağlı olacaq. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli siz özünüz od ünsüründəndirsinizsə, özünüzdən də çox şey asılı olacaq. Amma bu həmin o faktı hansında ki siz başqa insanla da, yəni sizin ünsürünüzdən olan insanla məsələ yaşayacağınızı, yəni o faktı silmir. Yəni o fakt baş verə bilər yenə də. Od ünsürü olmağınıza baxmayaraq. Həmçində qeyd etmək istəyirəm ki, deməli işinizdə, təhsilinizdə belə şey ola bilər ki, sizin deməli işinizdə, təhsilinizdə yaxşı hadisələrin baş verməsi üçün sizin daha atılqan, yəni daha çox belə inisiativa dedikləri hər şeyə atılmağınız, daha çox aktiv olmağınız tövsiyə olunur. Yəni aktiv dedikdə beziklik göstərməyiniz, hətta bezmisinizsə, yorulmusunuzsa daha çox özünüzü enerjik, yəni belə ki, mən hazıram, onu da eləyərəm, bunu da eləyərəm. Yəni belə bir image sərgiləməyiniz çox faydalı olacaq sizin üçün. Çünki əksini etsəniz, burada çoxlu şansları, çoxlu imkanları buraxa bilərsiniz, yəni qarşınıza çıxan. Həmçinin də dediyim kimi od ünsüründən olan insanlara diqqət yetirirsiniz. Bu sizin işinizə, təhsilinizə də aiddir.